Təsəvvür edin ki, siz böyük bir beynəlxalq korporasiya qurursunuz. İdarə heyətini tamamilə öz adamlarınızdan, yəni öz qohumlarınızdan, dostlarınızdan təşkil edirsiniz. Və yəqin ki, rəsmi dili də öz doğma dilinizdə müəyyənləşdirirsiniz. Dəqiq. Bütün sənədləşmə, qərargahın daxili dili öz dilinizdədir. İşlər o qədər böyüyür ki, dünyanın fərqli qitələrində onlarla filial açırsınız. Lakin əsrlər sonra kimsə şirkətin xəritədəki yerləşmə coğrafiyasına baxıb absurd bir iddia irəli sürür, eləmi? Hə, tamamilə elədir. Qərar verirlər ki, bu şirkəti əslində sizin tabeliyinizdə olan, sadəcə mühasibatlıq şöbəsində işləyən o yerli adamlar qurub. Qulağa çox gülünc gəlir. Açıq adam inanmaq istəmir ki, kimsə belə bir məntiqsizliyə inana bilər. Amma inananlar var. Çünki bugün dərin təhlilinə dalacağımız nəhəng imperiyanın, yəni Səfəvilər dövlətinin tarixi talihi məhz belə bir kimlik mübahisəsinin mərkəzindədir. Xoş gəlmisiniz. Biz bugün sizinlə birlikdə çox unikal bir mənbənin dərinliklərini enirik. Bəli, bugün masamızda mərhum tarixçimiz Oqtay Əfəndiyevin Azərbaycan Səfəvilər dövləti adlı fundamental əsəri var. Bilirsiniz, bu sadəcə quru xronologiya və ya hansısa döyüşlərin siyahısı deyil. Ümumiyyətlə, bizim bu mənbəyə enişdə missiyamız nədir? Biz bu kitabı başdan ayağa şərh etmək istəyirik. Özü də tamamilə anlaşılğı və axıcı dildə. Yəni, sizi hansı ildə hansı şəhər alındı kimi rəqəmlərlə yormayacağıq. Elədir, biz qapalı qapılar arxasında o siyasi qərarların necə verildiyini, imperiyanın necə işlədiyini, İqtisadiyyatın və ideologiyanın dövlətin necə ayaqda saxladığını anlamağa çalışacağıq. Gəlin elə ən təməl məsələdən, o şirkət məsələsindən başlayaq. Oqtay Əfəndiyev kitabında Səfəviləri konglomerat imperiya adlandırır. Bu nə deməkdir? Avropadakı dövlətlərdən fərqi nə idi ki? Açığı fərq çox böyük idi. Baxın, 16-cı əsr Avropasında artıq vahid milli bazar formalaşırdı. Yəni kapitalizmin ilk rüşəymləri yaranırdı və bölgələr bir-biri ilə sıx iqtisadi əlaqədə idi. Şərqdə isə Şərqdə hər kənd öz yağını, öz buğdasını özü istehsal edir də. Tamamilə doğrudur. Buna natural təsərrüfat deyilir. İqtisadi bağlar zəif olanda fərqli etnik qrupları onlarla dili danışan kütləni bir yerdə tutmağın yeganə yolu qalır. O da hərbi gücdür. Güclü mərkəzi ordu fərqli bölgələri sadəcə qılınc gücünə birləşdirir. Konglomerat imperiya məhz budur. Yəni, iqtisadi yapışdırıcı yoxdur, ancaq qılınc var. Bu, əslində çox kövrək bir quruluşdur. Çünki qılıncı tutan qol zəifləyən kimi hər kəs öz evinə dağılışacaq. Dəqiq və məhz bu çox millətli struktur bugün bəzi qərb, hətta şərq şünaslarına imkan verir ki, Səfəviləri İran dövləti kimi qələmə versinlər. Hətta kitabda yazılıb ki, Zəki Vəlidi Toğan sülalənin mənşəyini kürdlərə bağlamağa çalışır. Amma mən burada biraz şeytanın vəkili rolunu oynamaq istəyirəm. Yəni, onlar böyük İran coğrafiyasını idarə edirdilər də, bəlkə qismən haqlıdırlar. Coğrafi olaraq o ərazini əhatə etməkləri faktdır, təbii. Amma bir dövlətin kimliyini idarə olunanlar yox, idarə edənlər təyin edir. Əfəndiyev burada Bartolt və Petruşevski kimi dünya miqyaslı alimlərə istinad edir. Şeyx Səfiyyəddin türkdür, sülalənin ana dili bir mənalı şəkildə Azərbaycan türkçəsi idi. Özü də Şah İsmail bu dildə sadəcə danışmırdı, bu dildə şeirlər yazırdı. Bilirsiniz, şeir o vaxtlar indiki kimi sadəcə sənət deyildi. Aha, şeir çox kəskin, siyasi təbliğat idi. Kütləvi informasiya vasitəsi kimi işləyirdi. Əgər rəhbər sənin dilində sənə xitab edirsə, sən də onun arxasınca gedəcəksən də. Bəli, bu çox güclü bir alət idi. Həm də unutmayaq ki, saray dili, dövlətin hərbi və siyasi elit dili ancaq türkçə idi. Bütün Avropa elçiləri, qonşu dövlətlər bu məmləkəti Qızılbaş məmləkəti adlandırırdılar. Heç kim İran demirdi. Yəni Qızılbaşlar bu Azərbaycan tayfaları ordunun və dövlətin onurğası idi. Bəs yerli fars dilli əhali haradaydı bu vaxt? Onları hərbi işlərə, rəhbər vəzifələrə yaxın buraxmırdılar. Qızılbaşlar onlara tat və ya tacik deyərik, özlərini üstün tuturdular. Fars əyanları ancaq kargüzarlıq, arxiv və maliyyə işlərinə, yəni divanxana işlərinə baxırdılar. Bax, bayaq dediyim korporasiya analogiyasına gəldik çıxdıq. İdarə heyəti bizik, qızılbaşlardır, mühasibatlıq isə yerli məmurların əlindədir. Çox yerində müqayisədir,
Lakin bilirsiniz, sadəcə etnik kimlik və hərbi güclə o boyda konglomerat imperiyanı idarə etmək mümkün deyil. Qılınc bir yerə qədər kəsir. Şübhəsiz, səni o kütləni hipnoz edəcək, bir yerdə tutacaq başqa bir güc lazımdır. İdeologiya. Və mənbədə bu çox dərin təhlil olunur. Səfəvilər şiəliyi rəsmi dövlət dini elan etdilər. Amma bu sadəcə inanc məsələsi deyildi. düzdür. Çox vaxt bunu Şah İsmailin fanatik dini inancı ilə bağlayırlar. Amma Əfəndiyevin kitabı göstərir ki, burada çox soyuq bir geosiyasi hesablama var idi. Məsələn, Qərbdə Osmanlı imperiyası, Şərqdə Şeybanilər. Hər ikisi də çox güclü sünni dövlətləri idi. Xüsusən Osmanlı sadəcə hərbi güc deyildi. O, həm də bütün müsəlman aləminə mənəvi rəhbərlik iddia edən nəhəng bir təbliğat maşını idi. Yəni, əgər Səfəvilər də sünni qalsaydılar, o təbliğatın qabağını ala bilməyəcəkdilər. Hə. Əsla. Əhali asanlıqla Osmanlı sultanına rəğbət bəsləyə bilərdi. Şiəliyin elan edilməsi araya elə bir kəskin sədd çəkdi ki, o dövlətlər rəqibdən çıxıb bir növ düşmən inancın daşıyıcısına çevrildilər. Deməli, şiəlik burada müasir dildə desək, bir firewall kimi, bir kiber təhlükəsizlik divarı kimi işləyirdi. Xaricdən gələn informasiya sızmasını və Osmanlı təbliğatını qapıda bloklayırdı. Çox dahi bir gedişdəsində. Bəli, mükəmməl bir divar idi. Və pul islahatı da bu divarın bir hissəsi idi. Şah İsmail əmr etdi ki, bütün sikkələrin üzərinə Allah, Məhəmməd, Əli və 12 imamın adı həkk olunsun. Hər gün cibində gəzdirdiyin pul sənə kimin tərəfində olduğunu xatırladır. Dəhşətdir. Eynən. O vaxtlar internet, qazet yox idi, sikkə ən güclü media vasitəsi idi. Amma bu ideologiyanın başqa bir praktik funksiyası da var idi. Müharibələri qanuniləşdirmək. Aha, kitabda qeyd olunur ki, onlar müharibələrə cihad deyirdilər. Axı şəriətə görə müsəlmanın müsəlmana qılınc çəkməsi, malını talan etməsi haramdır. Bəli, amma sən qonşunu kafir adlandırsan, problem həll olunur. Hər iki tərəf bir-birini kafir elan edib, kəndləri yandırmağa, qənimət toplamağa və hətta qul almağa tam qanuni don geyindirirdi. Yəni, məsələ cənnətə düşmək deyil, sadəcə ticarət yollarını ələ keçirmək və sərvət yığmaq idi. Çox pragmatik. Özü də bu ideologiya idarə etmədə xüsusi bir vəzifə yaratmışdı. Xəlifə Əl-Xüləfa adı belə çox əzəmətli səslənir. O mənəvi şəbəkənin rəhbəri idi. Çünki Şah İsmail sadəcə taxtda oturan padşah deyildi, o mürşidi kamil idi. Qızılbaşlar üçün o həm də dini bir rəhbər, yarım ilahi bir fiqur idi. Hətta elə rivayətlər var ki, qızılbaşlar döyüşə tamamilə zireksiz, sadəcə şahın adını qışqıraraq girirdilər. Çünki inanırdılar ki, mürşidin duası onları ölümdən qoruyacaq. Bu necə bir fanatizmdir? İnanılmaz dərəcədə güclü bir fanatizm idi, amma... Amma bir problem var. Nə qədər fanatik olursan ol, orduya və dövlətə real pul lazımdır, ha? Yalnız dualarla əskərin qarnını doyurmaq olmur, torpaqdan vergi gəlməlidir. Əlbəttə. Və Oqtay Əfəndiyev imperiyanın əsas mühərriki olan iqtisadiyyata çox ciddi diqqət ayırır. Səfəvilər hakimiyyətə gələndə soyurqal adlanan köhnə bir torpaq sistemi var idi. Soyurqal. Bu, o irsi keçən torpaqlar idi, düzdür. Bəli, feodal torpağı miras kimi oğluna ötürürdü və vergi vermirdi. Belə olduqda o feodal zamanla mərkəzi hakimiyyəti, şahı saymırdı. Özünü kiçik kral kimi hiss edirdi. Bəs Səfəvilər buna necə son qoydu? Mənbədə tiyul sistemindən bəhs olunur. Səfəvi şahları başladılar soyurqalı ləğv edib tiyul sisteminə keçməyə. Tiyul torpağın özünü yox, sadəcə oradan yığılan vergi hüququnu feodala verirdi, o da yalnız dövlətə xidmət etdiyi müddətdə. Aha, bunu dinləyicilərimiz üçün belə bir məişət bənzətməsi ilə izah edim. Soyurqal sanki sizin öz şəxsi evinizdir, nə istəsəniz edə bilərsiniz, uşağınıza qalacaq. Tiyul isə dövlətin sizə verdiyi xidməti avtomobildir. Qaydalara riayət edib işləyirsinizsə, sürürsüz, amma işdən çıxdınızsa... Maşının açarlarını geri alırlar. Dəqiq. Feodalları şahdan asılı vəziyyətdə saxlamaq üçün doğrudan da dahi bir gediş idi. Bəs bu qədər torpağı, o boyda dövləti idarə etmək üçün mərkəzdə kimlər otururdu? Aparat necə işləyirdi? Dövlətin ən yuxarısında vəkil vəzifəsi var idi. Vəkil həm dini, həm də dünyəvi işlərdə şahın bir növ tam səlahiyyətli nümayəndəsi, sağ əli idi.
Ordunun rəhbəri isə Əmir əl-Umərah adlanırdı və bu posta vurğuladığımız kimi ancaq qızılbaşlar təyin olunurdu. Bir də sədr vəzifəsi var idi, düzdür? Dini işlərə və vəqflərə baxırdı. Bəli, amma bunlar ən yuxarı elit təbəqə idi. Bəs aşağılar? Məsələn, sənətkarın, tacirin, bazarın həyatına kim nəzarət edirdi? Kitabda çox qəribə bir vəzifə adı çəkilir. Mühtəsib əl-məmalik. Bu kim idi? Mühtəsib əslində bazarın inzibatçısı, əxlaq polisləri kimi bir şey idi. O qiymətlərə, tərəziyə nəzarət edirdi. Tacir müştərini aldadardısa, cəzası çox ağır və alçaldıcı olurdu. O taxta külah cəzasını deyirsiniz. Bəli, taxtadan düzəldilmiş, ağır, yöndəmsiz bir papaq, taxta külah geyindirirdilər boynuna və bazarda hamının içində gəzdirib rüsvay edirdilər. Dəhşətdir. Bir anlıq o taciri təsavvür edirəm. Bütün cəmiyyət içində sosial statusu məhv olurdu. Yaxşı, yuxarıda əmirlər tiyul idarə edir. Bazarda mühtəsib taciri düyür. Bəs kəndlilər, dövlətin əsl yükünü çəkənlər necə yaşayırdı? Ən acınacaqlı vəziyyətdə olanlar məhz kəndlilər idi. Bayaq tiyul sistemini öydük, amma bu sistemin çox qaranlıq bir tərəfi də var idi. Yəni? Feodal bilirdi ki, bu tiyul torpağı müvəqqətidir. İstənilən an şah onu əlindən ala bilər. Buna görə də o, orada kanal çəkmək, kəndi inkişaf etdirmək barədə heç düşünmürdü də. Məqsədi sadəcə ən qısa zamanda kəndlinin bütün şirəsini çəkib sərvət yığmaq idi. Vergilər çox ağır idi. Mal cəhət, bəhrəçə, cizyə, bəzən məhsulun yarısını alırdılar. Özdə maraqlıdır ki, saray tarixçiləri adətən şahları çox rəhimli, ədalətli kimi göstərirlər. Məsələn, şah Təhmasib güya vergiləri ləğv edirdi filan. Amma Oqtay Əfəndiyev o dövrün Veneziya elçisi Vincenzo d'Alessandri'nin hesabatını misal gətirir. Orada bir detal var, mənə doğrudan da sarsıtdı. Hə, o bağışlanan vergilər məsələsi. Ay sağ ol. Deməli, Təhmasib doğrudan da bəzən bir neçə illik vergini ləğv edirdi, xalq sevinirdi, pulunu xərcləyirdi. Amma aradan 3-4 il keçəndən sonra birdən-birə fərman verirdi ki, o keçən illərin bütün ləğv olunmuş vergilərini indi, yəni birdəfəlik və dərhal ödəyin. Və bu xalqı kütləvi şəkildə müflis edirdi, kəndlinin o boyda borcu birdən ödəməyə imkanı yox idi, torpağını, əşyasını satıb dilənçiyə çevrilirdi. Bu ki, dövlət səviyyəsində xalqı tələyə salmaqdır. Sən öz xalqını necə belə sıxa bilərsən? Nəticəsi də o oldu ki, 1571-ci il, 1573-cü illərdə dövlətin düz ürəyində, Təbrizdə sənətkarların, yoxsulların çox böyük bir üsyanı baş verdi. İçərdən iqtisadi böhran və qəzəb püskürürdü. Və bu azmış kimi, xaricdən də imperiyanı boğan çox amansız bir halqa var idi. Bax, bu bizi əsas dramatik nöqtəyə, bitməyən müharibələrə gətirir. Təsəvvür edin, kəndliniz acından üsyan edir, siz isə eyni anda iki cəbhədə vuruşursunuz. Qərbdə müasir topxanaya, artilleriyaya malik dəhşətli Osmanlı ordusu, şərqdə isə Xorasanı qoparmaq istəyən Şeybanilər. Səfəvlər bu cəhənnəm senarisində necə sağ qala bilirdilər? Meydan müharibəsinə girsəydilər, silinib gedərdilər. Tamamilə silinərdilər. Onlar Çaldıran döyüşündən çox böyük bir acı dərs almışdılar. Başa düşmüşdülər ki, Osmanlı toplarının qarşısına açıq meydanda çıxmaq intihardır. Səfəvi ordusunun gücü çeviklikdə, yüngül süvarilərin sürətində idi. Buna görə də yandırılmış torpaq taktikasından istifadə etməyə başladılar. Yandırılmış torpaq, yəni düşmən gələndə qabağında heç nə tapmasın. Öz əkinlərini yandırırdılar. Nəzəri olaraq çox məntiqli səslənir. Düşməni acılıqla məğlub edirsən. Amma praktikada sən öz ölkəni xaraba qoyursan axı. Öz əlinlə öz kəndlinin çörəyini külə çevirirsən. Bilirsiniz, bu elə bil xərçəngi müalicə etmək üçün xəstənin orqanlarını kəsib atmağa bənzəyir. Çox amansızdır. Bəs bu qədər dərd sərisinin içində Avropa dövlətləri nə edirdi? Onların rolu var idimi bu müharibələrdə? Avropa burada ən ikiyüzlü siyasət aparırdı, xüsusilə İspaniya və papalıq. Onların dərdi nə idi? Osmanlı Viyanaya qədər gəlib çıxmışda bütün Avropanı təhdid edirdi. Onlar da elçilərini Səfəvi sarayına göndərib, vəd edirdilər ki, siz Osmanlıya arxadan vurun, biz sizə odlu silah, top, hərbi dəstək verəcəyik. Amma real müharibə başlayanda nə olurdu? Şah Məhəmməd Xudabəndə o köməyi istəyəndə kimsə gəldi? Heç kim gəlmədi. Ortada heç bir hərbi yardım yox idi. Avropanın yeganə planı bu iki nəhəng türk-müsəlman imperiyasının bir-birini qırması
və Osmanlının diqqətinin şərqə yönəlməsi idi və bu plana nail oldular. Paradoks da elə buradadır. Səfəvilərin çox fanatik ordusu var, düşməni acından öldürən dəhşətli taktikaları var. Amma yekunda nə baş verir? 1590-cı il İstanbul sülhü. Səfəvilər öz dövlətlərinin ana bətnini, Təbrizi, Cənubi Qafqazı, bütün Azərbaycanı Osmanlıya güzəştə getdi. Dövlətin mərkəzi İranın daxilinə doğru, Qəzvinə, sonra da İsfahana sürüşdü. Niyə belə oldu axı? Mən inana bilmirəm ki, bu sadəcə Osmanlı toplarının gücü idi. Bunun arxasında başqa bir şey, daxili bir çürümə olmalıdır. Çox doğru vurğuladınız. Kitabda Səfəvilərin bu tarixi məğlubiyyətinin əsas səbəbi kimi xarici faktorlar deyil, birmənalı olaraq daxili parçalanma göstərilir. Tayfa çəkişmələri. Bəli. Ay Şah Təhmasib öləndən sonra hakimiyyətə Şah Muhammed Xudaybəndə gəldi. O çox zəif iradəli bir hökmdar idi, həm də fiziki olaraq gözləri yaxşı görmürdü. Qızılbaş tayfaları, Şamlılar, Ustacılılar, Təkərlilər bunu gördülər və mərkəzi hakimiyyətin boşalmasından istifadə etdilər. Yəni mərkəz zəifləyəndə, bayaq danışdığımız o xidməti avtomobilləri, o tiyul torpaqlarını yiyəsiz görüb, şəxsi mülkləri etmək üçün bir-birinə girdilər. Məhz belə oldu. Qızılbaş əmirləri xarici düşmənlə vuruşmaq, birləşmək əvəzinə dövlətin bütün resurslarını bir-birini qırmağa xərclədilər. Taxta cuğrunda qanlı vətəndaş müharibələr apardılar. Onlar milli dövlət maraqlarını çox dar tayfa maraqlarına qurban verdilər. Bu doğrudan da böyük bir faciədir. Öz qılıcınla, qanınla qurduğun nəhəng bir binanın təməl daşlarını elə öz əlinlə çıxarırsan və o bina sənin öz başına uçur. Əslində, Səfəvilərin ən böyük düşməni elə özləri olublar. Bəli, bu onların fatal flaw deyilən faciəvi qüsuru idi. Bəli, gəlin Oqtay Əfəndiyevin təqdim etdiyi bu geniş və dərin mənzərəni yavaş-yavaş ümumiləşdirək. Biz bu mənbədən nə öyrəndik? Səfəvilər sadəcə amansız müharibələr aparan, tayfa egoizmi ilə çökən bir cəmiyyət deyildi. Biz bu epoxanın yaratdığı mədəni intibahı da qeyd etməliyik, düzdür? Əlbəttə, o qanlı müharibələrin fonunda çox möhtəşəm bir mədəniyyət yüksəlirdi. Məsələn, Füzuli, Şah İsmayıl Xətai kimi dahi şairlər məhz bu dövrdə ana dilimizdə şedevrlər yaratdılar. Sultan Məhəmməd, Beyzat kimi nəhəng rəssamlar Təbriz miniatür məktəbini dünya səviyyəsinə qaldırdılar. Səfəvilər dövrü Azərbaycanın siyasi və mədəni tarixində çox parlaq bir intibah dövrüdür. Lakin, necə deyərlər, hər bir parıltının arxasında bir də tarixi dərs var. Və kitabın bizə verdiyi əsas dərs budur. İdeologiya və ordu ilə bəlkə də böyük bir dövlət qurmaq olar. Amma sağlam iqtisadiyyat, daxili birlik və xalqın rifahı olmadan o dövləti ayaqda saxlamaq mümkün deyil. Qızılbaşların fərdi ambisiyaları onların zəifləməsinə və yekunda tarix səhnəsindən silinməsinə səbəb oldu. Elədir. Çox dəqiq xülasə etdiniz. Dinləyicimiz, bax bu qədər müzakirədən sonra mən istəyirəm ki, sənə tək başına düşünmək üçün çox maraqlı, bəlkə də biraz provokativ bir alternativ tarix ssenarisi verim. Mənbəmizdə Avropanın o ikiyüzlü siyasətini, iki qardaş Türk imperiyasını, Osmanlı və Səfəvini necə məqsədyönlü şəkildə bir-birinə qırdırdığını açıqca gördük. İndi bir anlıq təsəvvür edin. Hə, buyurun. Əgər bu iki nəhəng imperiya Avropanın bu oyununu allasaydı və o süni, dini, siyasi ixtilafları bir kənara qoya bilsəydi, əgər onlar bir-birini qırmaq əvəzinə ortaq mədəni köklər ətrafında birləşib, vahid bir ittifaq yaratsaydılar, sizcə, bugün Yaxın Şərqin, Qafqazın, bəlkə də elə bütün Avropanın xəritəsi necə fərqli görünərdi? Vay, bu doğrudan da bəşəriyyətin tarixini dəyişə biləcək bir ehtimaldır. Tarix kitablarında yazılmayan, amma pərdə arxasında həmişə insan ehtiraslarının və iqtisadi maraqların dayandığını sübut edən çox güclü bir sualdır. Və o mürəkkəb maraqların düyünlərini açmaq həmişə bizim ən sevdiyimiz məşğuliyyətdir. Dinləyicimiz, bugün mənbəmizin dərinliklərinə bizimlə birlikdə endiyin üçün sənə xüsusi təşəkkür edirik. Ümid edirəm ki, bu müzakirə tarixin o tozlu səhifələrinə tamamilə fərqli bir bucaqdan baxmağa kömək etdi. Növbəti buraxılışımızda başqa bir mənbəni yenidən ən xırda detallarına qədər aydınlaşdırmaq ümidi ilə özünüzdən müğayət olun. Sağ olun, gələn görüşlərə dək.